Səncə Julian 3000 metr yüksəklikdən Amazon meşəsinə düşərək necə sağ qaldı? Perunun Lima şəhəri 24 dekabr 1971-ci il. Saat 06:47. Günəş təzə çıxırdı. Qızılı işıq Lima şəhərinin üzərinə yayılırdı. Küçələrdə yeni il bəzəkləri asılmışdı. Qırmızı, yaşıl, qızılı zənglər və işıqlar. Uşaqlar hələ yatırdı. Valideynlər hədiyyələr alır, bayram süfrələri üçün plan qururdular. Lakin heç kim bilmirdi ki, bu gün 92 nəfərin son günüdür. Heç kim hiss etmirdi. Amma göy üzündə nəsə vardı. Bilinməyən, izah olunmayan bir şey. Maria masanın arxasında oturub kitab oxuyurdu. Amazon quşları və onun növləri. O 40 yaşında alim idi. Ömrünü ornitologiyaya, yəni quşların növlərini öyrənməyə həsr etmişdi. Amazon meşəsi onun evi idi. Təbiəti çox sevir və anlayırdı. Maria gülümsəyərək dedi: "Julian, çayın soyuyur, tələs." Yuxarıdan ayaq səsləri gəlirdi. 17 yaşlı, uzun saçlı, gözlüklü bir yeniyetmə. Ana və qız çay içirdilər. Hər şey adi və normal idi. Amma pəncərədən kənarda buludlar toplaşırdı. Səssizcə, yavaş-yavaş. Julian və anası hava limanına getmək üçün taksi çağırdılar. O zamanlarda populyar olan sarı rəngli Toyota Corolla markalı avtomobil qapıda dayandı. Sürücü gülərüz bir kişi, təxminən 50 yaşlarında. "Hara gedirsiniz xanımlar?" Kişi gülərüz bir tonla sual verdi. Maria cavabladı: "Hava limanı zəhmət olmasa." Maria və qızı Julian George Chase hava limanına çatdılar və C terminalına daxil oldular. Hava limanı insanlarla dolu idi. Julian təyyarəyə daxil oldu. Təyyarənin içərisi adi idi. Oturacaqlar köhnə, biraz da nəm qoxusu vardı. Maria və Julian oturacağına əyləşdi, kəmərlərini bağladı. Yüklərini isə rəfə qoydular. Saat 11:42. Mühərriklər işə düşdü. Təyyarə yavaş-yavaş qalxmağa başladı. Uçuş zolağı boyunca sürətləndi və havaya qalxdı. Julian pəncərədən baxırdı. Saat 12:00. Buludlar yaxınlaşırdı. İlk 15 dəqiqə sakit keçdi. Bəzi sərnişinlər kitab oxuyur, bəziləri isə sadəcə söhbət edirdi. Hər şey normal idi. Amma göy üzü getdikcə dəyişirdi. Ağ buludlar boz buludlarla, boz buludlar isə qara buludlarla əvəz olundu. Saat 12:14. Qaranlıq başlayır. Julian başını kitabdan qaldırdı və pəncərəyə baxdı. Zülmət bir qaranlıq idi. Sanki təyyarə başqa bir aləmə keçmişdi. İşıq yoxdur, rəng yoxdur, yalnız qaranlıq. Saat 12:17. Fəlakət başlamışdı. Hər ildırım çaxanda kabin işıqlanır, insanların üzləri görünürdü, sonradan isə yenidən qaranlıq olurdu. Təyyarə sirkələnirdi. Yuxarı rəfdən çantalar yerə düşdükcə sərnişinlər də panikaya düşürdü. Demək olar ki, hər saniyə ildırım çaxırdı. Saat 12:21. İldırım birbaşa təyyarənin üzərinə düşdü. Hamı ani korluq yaşadı. Partlayış səsi eşidildi. Sərnişinlər qışqırır, təyyarə isə sağa əyilirdi. Təyyarənin gövdəsində dəlik açıldı və hava çölə sovrulmağa başladı. Bir neçə dəqiqə sonra təyyarə ikiyə bölündü və Julian bərkidildiyi oturacaqla birlikdə boşluğa sovruldu. Hava üzünə o qədər güclə vururdu ki, nə ağzını, nə də gözünü aça bilmirdi. O 3000 metr yüksəklikdən oturacağına bağlı şəkildə Amazon meşəsinə düşdü. Amazon meşəsinin çox sıx olması Julian həyatda qalmasına kömək oldu. Onun özü və oturacağı ağacın budaqlarına dəyərək düşmə sürətini azaltmışdı. Amazon meşəsi 24 dekabr 1971-ci il saat 12:35. Hər yanda səssizlik hökm sürürdü. Uzaqdan böcək səsləri və vızıltısı eşidilirdi. Saatlar keçir, günəş hərəkət etdikcə kölgələr də dəyişirdi. Amma Julian hələ də hərəkətsiz idi. 24 dekabr 1971-ci il saat 08:17. Artıq 16 saat keçmişdi. Hava hələ də qaranlıq idi. Huşu tədricən özünə gəldi. Ağır və şiddətli baş ağrıları var idi. Julian yavaşca əlini üzünə apardı. Əli titrəyirdi. Sol gözü şişmişdi. Sağ gözü isə tamam bağlı idi. Sol gözünü ehmalca açdı və işıq görünməyə başladı. Hər tərəf yamyaşıl idi. Amma bu biz bildiyimiz sakitləşdirici yaşıl deyildi. Bu tamamilə vahiməli və qorxunc yaşıl idi. Ağaclar hündür, budaqları isə o qədər qalın idi ki, sama görünmürdü. Yalnız qaranlıq və yaşıl, bir də vızıltı səsləri. Hər nəfəs aldıqda sanki ciyərlərinə bıçaq saplanırdı. Hava o qədər rütubətli idi ki, nəfəs almaqda çətinlik çəkirdi. Torpaq, yaş və palçıq idi. Havadan bir çox qoxular gəlirdi. Ən kəskin isə cəsəd və qan qoxusu. Julian yavaşca oturmağa çalışdı. Bədənin hər bir tərəfində ağrı var idi. O çətinliklə də olsa oturub ətrafına baxdı. 10 metr uzaqda yanmış metallar və ölü insanlar var. Julian ayağa qalxmaq istədikcə ayaqları titrəyir və yenidən yerə yıxılırdı.
Ağrı dözülməz idi. O bir neçə cəhddən sonra da olsa ayağa qalxdı və ətrafına baxdı. Cəsədlərə doğru irəlilənməyə başladı. Oradakı bütün cəsədləri bir-bir yoxladı, amma sağ qalan heç bir kəsi görmədi. Qorxudan titrəyirdi. O cəsədlərin içərisində anasını axtarmağa başladı, amma tapa bilmədi. Julian burada qala bilməzdi. O anladı ki, burada qalsa öləcək. Təyyarə qalıqları arasında ona lazım olan hər bir şey axtarmağa başladı. Birinci çantanı açdı və içərisində lazımsız paltarlar oldu. İkincini açdı, orada da faydasız bir şeylər var idi. Üçüncü çantada isə bir qutu şokolad tapdı. Şokoladdan bir parça qoparıb yedi. Bu ona lazım idi. Uzaqdan çox zəif bir su səsi gəlirdi. O səsə diqqətlə qulaq asıb səsin gəldiyi bir tərəfi müəyyən etməyə çalışdı. Qərar verməli idi. Bir neçə dəqiqə düşünüb özünə gəlməyə başladı. Özü ilə danışırdı. Mən burada qala bilmərəm. Kömək gəlməyəcək. Mən getməliyəm. Günəş batır, amma Amazonda günəş batanda hər tərəf qaranlıq olurdu. İşıq yox olur, səslər isə artırdı. Uzaqlarda hava uğultusu, sağında budaqlar qırılıb əyilirdi. Bu budaqları nə qırırdı? Yerdə isə nəsə sürünürdü. O ağacın dibinə çökdü, dizlərini qucaqladı və qaranlığın bitməsini gözlədi. Artıq qorxu onun bütün bədənini ələ keçirmişdi. Sanki səslər ona yaxınlaşırdı. Böcəklər isə onun üzərində gəzirdi. Julian nəfəsini saxlayıb içində dua edirdi. Xahiş edirəm, məni görməyin. Xahiş edirəm, məni görməyin. Gecə sonsuz gəlir, hər dəqiqə saat kimi keçirdi. Nəhayət ki, çox uzun gecənin ardından səhər açıldı. Amma günəş görünmürdü. Sadəcə hava işıqlandı. Julian gecəni yata bilməmişdi. O şokoladdan bir parça qopararaq yedi. O getdikcə su səsinə yaxınlaşırdı. Bir neçə saat irəlilədi və anladı ki, gələn səs çayın səsidir. Anasının daha bir sözü yadına düşdü. Çay həmişə insanları aparar. Julian ümidlə və daha sürətli yeriməyə başladı. 150 metr irəlidə qəhvəyi rəngdə su axırdı. Julian çaya yaxınlaşdı, diz üstə çökdü və ovuzlarına su dolduraraq əvvəlcə üzünü yudu. Daha sonra isə çirkli olsa da o sudan içdi. O öz-özünə deyirdi: "Çay məni xilas edəcək. Çay məni evə aparacaq." Daha sonra isə o çayın kənarı ilə getməyə başladı. Artıq 11-ci gün idi ki, Julian çay boyunca irəliləyirdi. Onun artıq taqəti qalmamışdı. Hər addım onun üçün əzab verici idi. Aclıqdan və yorğunluqdan bədəni zəifləmiş, üstəlik də başı fırlanırdı. Hər addımda dua edirdi. Xahiş edirəm, ölmək istəmirəm. Bir neçə saat daha irəlilədi. Uzaqda nəsə gördü. Bu bir daxma idi. Sevincindən ürəyi tez-tez dönürdü. Bu insan izi idi. Daha sürətli addımlarla daxmaya doğru irəliləməyə başladı. Qapı açıq idi, içərisi heç də təmiz deyildi. Amma orada yaxın vaxtlarda insan olması aşkar idi. O daxmada bir küncdə oturdu və gözləməyə başladı. Saatlar keçdi, amma heç kim gəlmirdi. O gecəni daxmada qaldı. Bu gecəni qorxmadan sakit yata biləcəkdi. 10 saat keçdi. Səhər açılmışdı. Julian çətinliklə nəfəs alırdı. Soyuqdan üşüyür, amma tər içində idi. Artıq ayağa belə qalxmağa taqəti yox idi. Uzaqdan qayıq səsləri eşidildi. O, "Kömək edin!" deyə səslənmək istədi, amma səsi çıxmırdı. Gözləri getdikcə qapanır, ağlayırdı, ölmək istəmirdi. Nəfəs almaq getdikcə daha da çətinləşdi. Bir neçə saat sonra işlərini yekunlaşdıran 3 balıqçı daxmaya daxil oldu. Gördükləri onların qanını dondurdu. Qarşılarında Julian idi. Dərisi qan və palçıqla örtülü, gözləri şişmiş, saçları dolaşmış, yaraları isə irin bağlamışdı. Julian zəif səslə dedi: "Por favor, ayudame." Təyyarə düşdü. Julian Koepke 92 sərnişin və 6 ekipaj üzərində sağ qalan yeganə şəxs oldu. Anası Maria Koepke qəzada həlak olmuşdu. Julian 11 gün Amazon meşələrində yaralı vəziyyətdə mübarizə apardı və sağ qaldı. O indi Almaniyada yaşayır, həyatının uzun bir hissəsini elmi araşdırmalara, biologiya, zoologiya həsr edib və edir. Kanala abunə olmağı unutma.